Müəllim, bizim üçün elə bir qrup olsun ki, buraxılış üçün həm sınaq işləyək, həm sınağın izahı olsun, həm həftə ərzində mövzu izahları olsun, dərs izahları olsun, üstəgəl canlı yayım olsun, müəllim bizdən bilmədiklərimizi bizdən sual-cavab eləsin, imtahan tipli suallar işlətsin. Belə bir qrup təşkil etsin üçün inşallah bir həftəyə təxminən bu qrup açılacaq. Bu qrupda sizi nələr gözləyir, söhbət riyaziyyat fənnindən gedir. Nələr gözləyir? Bunun Azərbaycan dilində var, digər fənlər də var. Bəs riyaziyyatdan bizi nələr gözləyir? Bununla bağlı Sadiq müəllim sizə məlumatları verəcək. Müəllim, buyurun. Yeni açılacaq onlayn qruplarımızda həftədə 3 dəfə canlı dərs olacaq. Canlı dərslərdən sual-cavab olacaq. Yəni mən tapşırdığım mövzuya aid həm suallar verəcəm, həm də siz suallarınızı verə bilərsiniz. Bundan əlavə biz bilirik ki, vaxt az olduğuna görə biraz sürətli keçəcək dərsləri. Mövzuların daha yaxşı yadda qalması üçün həftədə bir dəfə sınaq olacaq və sonra da həmin sınağın müzakirəsi olacaq. Bundan əlavə də siz bütün mövzuların izahları, Həm də dim izahlarını görəcəksiniz. DİM 2025 yeni test toplusunun bütün testlərin izahları sizin həmişə qarşınızda olacaq. Yəni saytda aktiv olacaq. Yəni bu gün baxa bilmirsə, sabah yenə baxım imkanı olacaq. Bəli, istədiyi vaxt daxil ola bilər. Bundan əlavə canlı dərslərimizin də linki saytının qrupda qalacaq. Ona da istədiyiniz vaxt daxil olub baxa bilərsiniz. Düşünc. Müəllimin bu qruplarına qoşulmaq istəyənlər 055 597 0151 yazsınlar. İnşallah bir neçə günə dərslərə başlayacaq. Sağ olun.